imtahanlarına bizim çox az vaxtımız qalıb. Bəli. Birinci sual. Qısa müddət ərzində sürətli təkrar necə olmalıdır ki, effektiv nəticə əldə edə bilək? Çox gözəl və bütün abituriyent tələbələri düşündürürəm ki, narahat edən bir sualdır, maraqlandıran bir sualdır. Bir neçə metod deməzdən öncə onu deyək ki, əziz abituriyentlər, tələbələr bilsinlər ki, təkrar təbii olaraq həm sürətli olur, həm daha effektli olur. Bəli. Yəni bu güvəni, bu xoş xəbəri öz beyinlərinə yeritsinlər və özlərinə inansınlar. Ona görə yaxşı olur ki, biz hər hansı bir fənni birinci dövrə oxuyanda keçmədiyimiz dərslər bizə problem yaradır. Bəli. Məsələn, mən yenə də ingilis dili müəllimi olduğumdan bu sahədə nümunələr daha asanlıqla verə bilirəm. Məsələn, ingilis dilində isim mövzusu var, artikel mövzusu var, ismin cəm tək mövzusu ilə say mövzusu var. Bunlar bir-biri ilə çox əlaqəlidirlər. İndi birinci dövrə mən hazırlığa başlamışam, ismi keçirəm. Artikel məsələsi problem yarada bilər, say məsələsi problem yarada bilər, sifətin ismlə əlaqəsi problem yarada bilər və yaxud da feil mövzusunu keçirik, hər hansı bir dildə, fərq eləməz. Orada zamanların uyğunluq məsələsi var ki, onu biləndə testləri asanlıqla eləyə bilirsən. Amma mən hələ indiki zamanı keçmişəm, keçmiş zamandan xəbərim yoxdur. Ona görə testlərdə müəyyən qədər çətinliklər olur. Yəqin ki, riyaziyyatda da belədir, digər fənlərdə də belədir. Məsələ buradadır ki, birinci dövrə bitəndə biz mövzuları %100 mənimsəməsək də, hər mövzudan ən azından orta səviyyədə bir biliyimiz olur. Təkrara başlayanda hər kəs də onu özü müşahidə eləyə bilər. Əgər öz cavab dəftərləri qalırsa, yoxlasınlar. Testləri daha asan eləyə bilirik. Ona görə ki, əlaqəli mövzuları bilirik və həll yolları daha asanlıqla çıxır. Sürətli təkrar yolu üçün bir neçə metod var. Onlardan biri və başlıcası deyərdim ki, mən Feynman metodu kimi tanınır. Yəni, dərsi təkrarı oxuyanda elə hazırlayırsan ki, sanki sən müəllim olacaqsan. Sanki sən kiməsə dərsi izah eləyəcəksən. Bəli, detalları. Və yaxud da sanki yox, elə həqiqətən evdə, qonşuda, ətrafınızda özünüzdən daha aşağı sinifdə oxuyan varsa, ona izah eləyə bilərsiniz. Güzgü qarşısında izah eləyə bilərsiniz, diktafonlara izah eləyə bilərsiniz, telefonun müxtəlif video, səs qeydlərini izah eləyib, sonra da analiz eləyə bilərsiniz. Bu, sizi məcbur eləyəcək ki, mövzunu dərindən öyrənəsiniz. İndi başlayırsınız izah eləməyə. Hansı mövzular rahat gedir, izah eləyirsiniz, qəşəng. Hansı mövzuların izahı çətinlik yaradırsa, onda o mövzu üzərində bir də işləyirsiniz. Daha sonra məsələn, testlər işlədiniz, yazdınız. Tamam. Məsələn, 100 test işlədiniz. O testdən atma üsulu ilə 10 dənə testin izahını özünüz üçün verin. Görün, izah eləyə bilirsiniz ya yox. Sanki müəllim sizdən soruşur. Təbii ki, müəllimlər dərsdə soruşur o öz yerində. Amma sanki sizdən müəllim soruşurmuş kimi çalışın onu izah eləyəsiniz. Daha sonra, məsələn, aktiv təkrar metodu var. Yəni, mövzunu öyrəndin. Bəzən təbii əzbərçilik üsulu ilə mövzu öyrənilə bilir. Və şifahi cavab verməkdə də bu özünü doğruldur. Çox qəşəng. Bəzən görürsən tələbələr elə bülbül kimi cavab verir. Amma sual verəndə görürsən ki, dərsi başa düşməyib, əzbərləyib, cavab verir, amma anlamayıb. Sualları cavablandıra bilmir. Yaxşı olar ki, əziz tələbələr hər oxuduğu mövzuda suallar çıxarsınlar. Sanki öz sinif yoldaşına sual verir və sonra o sualı cavablandır. Gör, nə qədər sən dərsi mənimsəmsən. Və yaxud da mövzunu test üzərində işləyəndə bax gör, harda problem çıxdı, o testin sualı üzərində izah verməyə çalış. İndi bəzi dostlarımız deyəcəkdir ki, mən sualı hardan tapım? Suallar var. Dərsliklərdə mövzuların sonunda suallar qoyulur. Bu bir. Testlər özdə sualdır. Bu 2. İkinci, əgər qrup şəklində hazırlaşırıqsa, sinif yoldaşlarımızdan, qrup yoldaşlarımızdan xahiş edirik ki, bu mövzuda mənə suallar verin. Müəllimdən xahiş edirik ki, bu mövzuda mənə suallar verin. Yəni, bu sual niyə belə oldu, necə belə oldu, beyni düşündürür. Düşünən beyin
həmişə cavabı tapacaq. Amma əzbərçi şagird cavabı həmişə tapmaya bilər. Vay o gündən ki, hər hansı bir səbəbdən o əzbərliyi məsələ yadından çıxsın. Həyəcan halında yadından çıxa bilər. Amma düşüncə ilə tapılmış cavablar bizim yadımızdan çıxmır. Çünki biz o cavabı əzbərləməmişik. Biz metodunu bilirik, yolunu bilirik. Ona görə də həyəcan da olsa, tələskənlik də olsa, hər nə problem, zahiri problem olsa da biz yenə də cavabı tapa biləcəyik əziz dostlar. Ona görə də bu məsələlər var. Daha sonra müxtəlif cür bizə xoş olan materiallar hazırlaya bilərik. Məsəl üçün bir kağız parçası götürürük, arxasına sual yazırıq, qarşısına cavab yazırıq və onun üzərində məşq edirik. Yaxşı olar ki, məsələn 3 dost, 4 dost, 10 qrup yoldaşları bunu bölsünlər, flashkartlar hazırlasınlar, sonra o flashkartları dəyişsinlər. Və yarışa da çevrilə bilər. Qalibləri mükafatlandıraq, zəif olan məsələn daha çox cəza olsun, daha çox test eləsin və s. Qrafiklər çəkə bilərlər öz dəftərlərində, kitablarında, müxtəlif cədvəlləri orada göstərə bilərlər, müxtəlif rəngli karandaş və qələmlərdən istifadə eləsinlər. O belə deyək də görsəl yaddaşımıza da çox yaxşı təsir edir. Mən belə başa düşürəm ki, bu eyni zamanda komanda komanda hazırlıq işi, lap yaxşı olacaq. Eyni zamanda müasir texnologiya. Məsələn, mövzunu gəlin görək video şəklində bir də izləyək. Ağa müəllim mənə bunu izah eləyib. Amma məsələn, müxtəlif görüntülərlə mən bunu internetdə tapa bilərəm. Və bu həmin qavramanı sürətləndirəcək, təkrar prosesini də sürətləndirəcək. Yəni metodlar çoxdur, təbii